İkinci hissədən sizləri salamlayıram. Mən şəxsiniz Heydər Hüseynli. İlk hissədə Kubinka komandasının 6-1 hesablı üstünlüyü var maçda. Artıq ikinci hissənin start fiti səsləndirildi. Bir daha iki komandalara uğurlar arzulayıram növbəti hissədə. Yüksəl. Ünvansız bir ötürmə olur. Görəcün komandasına qalkiper top oyuna daxil etdi. Ağa, Seko qalkiper dəf edir bu dəfə onun zərbəsini. Sözsüz şəkildə oyunun hal-hazırda qəhrəmanıdır Seko. Aktivdə 5 gol yazdırıb bu maçda. Seko başlayacaq ama ötürmə. Ona bir başa zərbə, daha bir Raşvet. Seko 7-1 double hat-trick gəlir Seko'dan. Özünün 6-cı komandası isə 7-ci qolla imza atır. Tekten düşmüyor. San Yolçev, Mərkəz Rami savaşdırırlar. Sən al. Seko. Mükəmməl hərəkətlər Seko'dan. Nadir, sağına Yüksəl. Neden Yüksəl? Ne qayda olunsun. Yani başı kapıyor doğru zərbə top qapının üzərindən keçir. Top dişisi var, yeniden Seko, Kəni. İmkan vermədi Sana Yolçev. Rami. Ağa. Ağa. Gol. 8-1. Bu karavanın ağası var deyir. 8-ci qolla imza atır ağa. O da müdafiədən gəlib öz ağalığını göstərir. Müdafiədə həqiqətən də adına layiq oynayırdı. Üçündə da bir qola imza attı. Tam oldu. Ağa, Kəni, Yüksəl, çətinliklə də olsa top ram edir. Kesmədi sən ondan ötürmə. Out. Gözəl hərəkətdə Sana Yolçevdən ötürmə lazımdır Sana. Rəvan. Tirirlər topu. Boşluqda görmədi bayramı. Bayram zərbə indirir. Golkiper dəf etdi.
Golkiper qapısını tərk edərək təhlükəni soruşturur. Topu meydandan kənarlaşdırır. Raul Kubinka. Kenan. Yüksel. Gözlər hərəkətləri Yüksəldən. Zidane sayağı 2 nəfər əhatəsinə sıyırlar. Ona da ancaq onun qarşısını qayda pozuntusu ilə alırlar. Hətta ala da bilməmişlər. Ötürmə etmişdi yeriyə. Yenə Seko mərkəzdə. Topun gerisində. Gəlir. Yaxınlaşır. Ötürmə edir Nazir istiqamətində. Lakin Nazirdən toxmuş gəlmədi. Kenan. Qeyriyə götürmə alınır. Ağa. Yenə inanmıdır. Yenə inanmıdır ağa. Ax, bundan bəhs edirdim. Adına layiq. Müdafiədə əməlli başda ağalıq edir. Adına layiq oyun nümayiş elətdirir. Və 200-dən zərbə yerinə yetirəcək Yeroviçin komandası. Sənan. Zərbəsinə blok qoyulur. Rəvan. Əndən Sənan daha bir zərbə toplaqın üzərindən keçir. Nadir. Və fol. Sırta qarşı qayda pozulur. Rami uzun ötürmə Yüksel qarşıladı. Yenədən tək toxunuşda ötürmə Nüsrət imkan vermədi. Gəndini geridə qoyur. Solsuna ötürmə Bayram. Sərbə yaxın ikincə blok. Sağsına. Gəni. Məsələyə doğru Seko. Seko aşırma zərbə. Rəqibidən toxunuş var. 200-dən zərbə yerinə yetiriləcək. Ramil. Sayıqdır bu epizodda. Aradan sağsına Yüksel. Geriyə doğru ağa. Sırt başla qarşıladı. Sənan sağsına Bayram. Sənan Yolçiyev. Şimdi Bayram. Sürətin zərbəsinə blok qoyuldu.
Sənandan sol uzuna doğru ötürmə. Nusret. Dedi. Atak lazım. Böyle. Sənan. Çəkir. Sağ ayağına zərbə indirir. Qalkiper dəf etdi bu zərbəni. Bir qədər temp düşdü masa. Bir tərəf hesabla öndədir, bir tərəf hesabla geridədir və bir qədər time out var. Dale, ponte mamacita. Ponte, ponte, ponte. Dale, ponte, ponte, ponte. Dime mami, ¿dónde entonces? Dime mami, ¿dónde entonces? Ponte, dale, ponte, ponte, ponte. Dale, ponte, ponte, ponte. Dime mami, ¿dónde? Beləliklə time out yekunlaşır, yenidən mübarizəyə davam. Ceyhun Ağa Yüksəl Seko Nüsrətdən keçmədə ötürmə Sənan yenə tək toxunuşda ötürmə Nüsrət out Ceyhun out'a yollayır Sənan Seko rəqiblərinə yenə top alır. Qayda pozuldu ona qarşı. Sevdiyi nöqtələrdir Sekonun. Gəlir, 2 nəfər ibarət canlı səhətdə qurulub. Sekonun zərbəsi canlı səhətdən toxunur. Nadir. Gözəl hərəkətdən Nadirdən. İkinci topu Bayram, əksüm şansı. Bir rəqibini də geridə qoydu. İkinci rəqibini də geridə qoyur. Sol uzuna doğru ötürüm edir. Axın güncən edilmiş zərbə qeyridə edir. Yüksəl Bayramı geridə qoydu. Zərbə mövqeyi axtarır, imkan vermədilər. Ağa Rami geridən müdaxilə edir, qapısını tərk edərək vaxtında müdaxilə edir. Əksüm şansı Evroitin komandasına Bayram sahasına Sənan Yolsiyev. Yüksəl qarşısını aldı. Yeniden Sənan zərbəsi Seyfəli ayaq sayıqdır. Nadir Ağa Seko mükəmməl hərəkət Sekodan, lakin Rəfan imkan vermədi onun keçilməsinə. Bayramın zərbəsi də qeyriləri verir.
Eurotin komandasına daha bir hücum cəhdi. Sənan Yolçev ağa blok qoydu. Gəni Ceyhun top itirir. Bayram yeniden kazandırdı. Ve Bayram'a karşı galiba pozuntusu. Rəvan. Köksəl hərəkətlər Rəvandan. Sürət. Və Məhsil özündən top meydanı tərk edir Müsrətə. Sekonu boşluqda görür Seyfali. Gözəl ötürmə Sekodan. Gəni Ramil vaxtında yaxın üçüncü bağlamışdı. Saxlamadan Seko qaysı var zərbə. İstədiyi kimi alınmadı. Ceyhun. Seko aşırma zərbə alınmadı. Artıq double hat-trick var. 6 gol var aksibində. Qeyri-adi qollara imza atmaq istəyir. Bayram solcuna Sənan Yolçev mərkəz doğru ötürmə. Qayda pozuntusu var Gənin tərəfindən. Ağa Gəni sağsına Ceyhun Rəvanla keçmədə ötürmə Sənan mərkəzə Bayram yeniden Sənan geridə qoyur Gənini amma ona qarşı qaydanında pozub geridənə kifayət qədər təhlükə nöqtədə Ağa ilə Gənini canlı səhtdə görürük. Sənan Yolçev ötürüm edir sağsına. Zərbə Ağaya. Sən topmuş var idi. Bayram. Seyfəli uzaqlaşdırır. Müsrətin zərbəsi yenə Seyfəli ayıq sayılır. Müsrət geriyə çəkilir. Rəvan Dafiyan arxasına ötürmə Seyfəli çıxışda səhvsizdir. Gəni Yüksəl gözəl hərəkətlər Yüksəldən alt kazandırdı. Ağa yine Ceyhun Ağa Seko Rabona zərbəsi blok qoyuldu. O zərbə yenə Ramil ayaq sayılığını itirmədi bu epizodda. Üçüncüdən zərbə yerinə yetirəcək Kubinka komandası. Sürət auto yolluyor.
Son dəqiqələrdir artıq həssas 57-ci hissədə. Sürət, əksüm şansı Evroleague komandasından. Ceyhun yenə də sürət hesabını özünü çatdırdı. Aha. Seko alamadı. Burayı da alınmadı. Bayram Rəva mərkəzdə. Sözcan, Nüsrət. Son hücum şanslıdır məncə. Hücuma keçmir. Hücum davam edir Evroleague komandasından. 2 nəfərin əhatəsindən çıxsa belə ağır rəqimindən toplanır. Və təşbiti Epsot. Seko. Seyfəli gol! Son nöqtə qoyulur. Və beləliklə biz də reportajımıza sona çatdırırıq. Sizinlə şəhsiniz Eydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidi ilə. Sağ olun, sağ olun.